Salam müəllimlər Birliyi Tədris Mərkəzindən Rüfət müəllim. Belə bir suala baxaq. A çıxar 3 bölü 2 bərabərdir B plus bölü 3-ə. Bu da bərabərdir C çıxar 1 bölü 4-ə. A plus B plus C 84 olarsa C-yə nəyə bərabər olduğunu tapaq. Biz bu verilmiş bərabərliyi K-ya bərabərləşdirək və buradan A, B, C ədədlərini tapaq. Buradan yəni A çıxar 3 bölü 2 bərabərdir K-dırsa A bərabərdir 2K plus 3-ə. B plus 1 bölünsün 3 bərabərdir K-yə. B bərabərdir 3K çıxaq 1-ə. C çıxılsın 1 bölünsün 4 bərabərdir K-yə. C də bərabərdir 4K plus 1-ə. Və aldığımız bu A, B, C ədədlərin yuxarıda A plus B plus C bərabərdir 84 bərabərində yerinə qoysaq, alarıq 9K plus 3 bərabərdir 84 bərabərliyini alarıq. K-nın burada 9 olduğunu alarıq. C-ni axtardığım üçün C bərabər 4K plus 1-ə bərabərdir. 4'ü 9'a vurub üzərinə 1 gələrik 37 alarıq.